Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək bu günə ölkəmizdə və dünyada hansı vacib hadisələr baş verib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı arasında səhiyyə əməkdaşlığı ilə bağlı müzakirələr olub. İzləyək. Azərbaycan və BMT birgə səhiyyə layihələri müzakirə edilib. Azərbaycanın Səhiyyə Naziri Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı daimi koordinatoru Vladan Kandreyeva ilə görüş keçirib. Nazir Teymur Musayev bildirib ki, səhiyyə sektorunun inkişafı Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və bu sahədə geniş miqyaslı islahatlar həyata keçirilir. O vurğulayıb ki, beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT ilə əməkdaşlıq səhiyyə sisteminin dayanıqlı inkişafının təmin olunmasında mühüm rol oynayır. Nazir mövcud əməkdaşlığın gələcəkdə də məhsuldar və konstruktiv şəkildə davam edəcəyini əminliyini ifadə edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Vladan Kandreyeva, BMT-nin Azərbaycanla tərəfdaşlığının davam etdirilməsinə, xüsusilə 2026-2030-cu illəri əhatə edən dayanıqlı inkişaf üzrə əməkdaşlıq çərçivə proqramının icrası çərçivəsində sadiqliyini təsdiqləyib. Görüş zamanı tərəflər səhiyyə sahəsində mövcud əməkdaşlıq, eləcə də gələcək perspektivlər barədə fikir mübadiləsi aparıb, Azərbaycan və BMT strukturları tərəfindən birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qripdən qorunmaq üçün peyvəndlənməyə çağırış edib. Baxaq görək peyvəndlənmənin şərtləri necədir və ümumiyyətlə əhali bu peyvəndlənməni harda ediblər? Xəstəliklərlə bağlı əhaliyə müraciət edilib. Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Bu məlumatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi saytı yayıb. Məlumatda deyilir ki, hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağrılaşmalarla müşahidə olunur. Risk qrupuna daxil olan şəxslər yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər. Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə Sanofi Pasteur şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur. Bununla yanaşı vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünü müalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur. Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədi ilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır deyə məlumatda vurğulanır. Pendir və qaymaq ağlın azalmağının qarşısını alır, eyni zamanda yaşlananda yaddaşı gücləndirir. Bunun üçün də süfrələrimizdən pendiri əski etməyək. Yağlı pendir və qaymaq demensiya riskini azaldır. İsveçdə aparılan uzun müddətli araşdırma göstərib ki, yağlı pendir və qaymaq istehlakı demensiya riskinin azalması ilə əlaqələndirilib. Neurology jurnalında dərc olunan tədqiqatda bildirilib ki, yağ tərkibi yüksək olan pendir və süd məhsullarını müntəzəm yeyən insanlarda demensiyaya tutulma ehtimalı daha aşağıdır. Araşdırmada İsveçin müxtəlif bölgələrindən olan 27.670 yetkin şəxs iştirak edib. Tədqiqatın əvvəlində iştirakçıların orta yaşı
yaşı 58 olub və onlar təxminən 25 il ərzində izlənilib. Bu müddət ərzində 3208 nəfərə demensiya diaqnozu qoyulub. Məlum olub ki, gündə ən azı 50 qram yağlı pendir yeyən şəxslərdə demensiya riski az yeyənlərlə müqayisədə 13% aşağı olub. Bundan əlavə gündə 20 qram və ya daha çox yağlı qaymaq istehlak edənlərdə demensiya riski 16% aşağı olub. Lakin bütün süd məhsulları üçün bu nəticə keçərli deyil. Yağsız və ya az yağlı süd məhsullarında oxşar qoruyucu təsir müşahidə olunmayıb. Mütəxəssislər vurğulayıb ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut eləmir. Onların fikrincə fiziki aktivlik, balanslı qidalanma, siqaretdən uzaq durmaq və ümumilikdə sağlam həyat tərzi beyin sağlamlığı üçün daha vacib amillərdəndir. Bu rəngi həddindən artıq çox sevirəm və bugün oxuduğum xəbər də hədsiz xoşuma gəldi. Məsələ burasındadır ki, bənövşəyi rəngdə olan bütün meyvə və tərəvəzlərin xüsusilə digərlərinə nisbətən faydası daha çox imiş. Baxaq. Bənövşəyi qidaların sağlamlığa faydaları. Alimlər bildirib ki, bənövşəyi, tünd mavi və qırmızı rəngli meyvə tərəvəzlərdə bol olan antosiyanlar sağlamlıq üçün faydalıdır. Antosiyanlar gilə meyvələrə, qara üzümə, bənövşəyi kələmə, qara düyüyə və bənövşəyi şirin kartofa rəng verən təbii flavonoid pigmentlərdir. Araşdırmalar göstərib ki, bu maddələr güclü antioksidant təsirə malikdir və hüceyrələri oksidləşdirici stressdən qoruyur. Elmi tədqiqatlara əsasən antosiyanlar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Damarların elastikliyini artırır, qan təzyiqinin təmizlənməsinə kömək eləyir və pis xolesterinin oksidləşməsini azaldır. Bu təsirlər ateroskleroz və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. Antosiyanların beyin sağlamlığına da xeyirlidir. Bəzi klinik araşdırmalarda giləmeyvə və albalı şirəsinin yaşlı insanlarda yaddaş, diqqət və nitq axılcılığını yaxşılaşdırdığı müəyyən edilib. Mütəxəssislər bunu antosiyanların iltihabı azaltması və beyin qan dövranının yaxşılaşdırması ilə izah ediblər. Əhvalınız yoxdursa, bir fincan qəhvə içmək kifayət eləyir. Bunu mən demirəm, alimlər deyir. Çünki kofe əhvalı yüksəldirmiş. Qəhvə içmək müsbət emosiyaları artırır. Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. Scientific Reports jurnalında dərc olunan araşdırmaya görə səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərə çarpacaq dərəcədə artırır. Tədqiqat Almaniyanın Bielefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80% onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir. Araşdırmada yaşı 18-29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar 2 və 4 həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub. Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur. Yaşınız 30-u keçibsə və getdikcə özünüzə inam azalırsa, bu demensiyanın ilk addımları ola bilər. Ona görə də mütləq şəkildə insan öz beynini inkişaf elətdirməli, zehni qidalandıran yeməklərdən yeməli və təbii ki, mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Çünki demensiya artıq gələndə onun qarşısını almaq mümkün olmur demək olar ki. Özünə inamın itirilməsi demensiyanın xəbərçisidir. Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskinin artması ilə əlaqəlidir. Bu nəticəyə London Universitet Kollecinin alimləri gəlib. Araşdırmanın aparıcı müəllifi Philip Frank bu barədə Independent nəşrinə açıqlama verib. Tədqiqat Böyük Britaniyada həyata keçirilən Whitehall uzun müddətli araşdırmasının 5811 iştirakçısının məlumatlarının təhlilinə əsaslanıb. İştirakçılar illər ərzində həm fiziki, həm də psixi sağlamlıqları
imkanları barədə geniş məlumat təqdim ediblər. Araşdırmaya görə orta yaşda həyat çətinliklərinin öhdəsindən gələ bilmədiyini düşünən şəxslərdə demensiya riski təxminən 50% daha yüksək olub. Eyni zamanda emosional uzaqlaşma, insanlara qarşı isti-hisslərin azalması, davamlı stress və şəxsi fəaliyyətindən narazılıq da risk faktorları kimi müəyyən edilib. Hətta diqqətin cəmlənməsində subyektiv çətinliklər belə yaşlılıqda demensiya ehtimalının artması ilə əlaqələndirilib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.